Salam əziz şagirdlər. Bugün OTK tərəfindən keçirilən buraxılış 10-cu siniflər üçün keçirilən buraxılış imtahanının ingilis dili suallarına nəzər salacağıq. 56-cı sualda biz görürük ki, burada 56-cı sualda biz burada zəni görürük. Avtomatik zəni görürüksə, bilirik ki, bizə müqayisə dərəcəsi lazımdır. Ona görə A variantını çıxıram, adi dərəcədir. B variantını çıxıram. B variantı o halda doğru olardı ki, D variantı kimi olsaydı. Yəni, much more expensive olsaydı, o zaman doğru olardı. C variantını da çıxıram. D variantı doğrudur. Y variantını da çıxıram. Mənə müqayisə dərəcəsi lazımdır. 57-ci sualda görürəm ki, feildən biz demişik ki, feildən sonra iki feil arasında sözünlərdən sonra obyekt əvəzliyi gəlir. Obyekt əvəzliyi, yəni birinci tərəfdə bizə mütləq obyekt əvəzliyi lazımdır. Ona görə A-nı çıxıram, çünki A vədən sonra mütləq isim gəlməlidir. B-ni çıxıram, çünki şəxs əvəzliyi feildən sonra işlənmir. O özündən sonra mütləq feil tələb eləyir. Y variantını da çıxıram. Eyni şeydir. Ona görə qalırıq C və D-nin arasında. Növbəti tərəfdə isə mən bu boşluqda mənə lazımdır şəxs əvəzliyi. Nəyin üçün şəxs əvəzliyi? Çünki özündən sonra modal feil və əsas feil gəlib. Özündən sonra modal feil və əsas feil tələb edən şəxs əvəzliyi növü şəxs əvəzliyidir. Şəxs əvəzliyinin adlıq forması. Ona görə növbəti tərəfdə mənə V lazımdır. C variantına çıxıram, çünki burada A vədən sonra mütləq isim gəlməlidir. Üçüncü boşluğumuzda isə burada artıq bizim ismimiz var. Future life. Ona görə mən A vəni mütləq götürməliyəm. Cavab olacaq D variantı. 58-də definitionlara görə sözləri uyğunlaşdırmağımızı, verilmiş sözləri uyğunlaşdırmağımızı istəyir. Burada deməli olacaq combine, to mix or join different things together, birləşdirmək. Ignore, not to pay attention to something or someone, əhəmiyyət verməmək, göz ardı etmək yəni. To promise or assure that something will happen. Bu da olacaq 1-ə də olacaq B. 1-ə B, 2-yə C, 3-ə A, cavab C variantı. 59-da choose a correct sentence, düzgün cümlələri seçin. Biz bilməliyik ki, a number of-dan sonra cəm isim, cəm xəbər. The number of-dan sonra isə number of, cəm isim, tək xəbər. Ona görə birinci doğrudur. Çünki a number of-dan sonra cəm isim, students, cəm xəbər, have good exam results, bir doğrudur. 2. The main cause of heat waves and storms are global warming. Deməli biz demişik ki, burada of-dan əvvəlkinə baxırıq. Of-dan əvvəlki cause sözüdür. Bu təkdə olduğu üçün bu da təkdə olmalıydı, amma burada cəmdədir. Ona görə 2-ni çıxıram. Both mother and her daughter are good drivers. Biz demişik ki, both and-də xəbər həmişə cəmdə olur. 3 doğrudur. 4-də violence in video games cause aggressions in children. Burada da demişik ki, sözünüyə qədər olan sözə uyğun biz, yəni mübtədaya uyğun uzlaşma aparırıq. Burada da violence təkdə olduğu üçün cause this olmalıydı. Ona görə 4-ü də çıxıram. Cavab olur C variantı. Which word the best fits the following definition? Made, produced by human beings as a copy of something natural. Burada isə cavab olacaq artificial, süni. Yəni deyir ki, insanların təbii bir şeyi kopyalayıb istehsal etməsi, hazırlaması, o da olacaq artificial, süni. Növbəti sualımız 61. Choose a correct tense forms. Had during the last academic year. Last'ı gördüm. And his exam successfully. Last'ı gördümsə, mən bilməliyəm ki, burada birinci tərəfdə mütləq keçmiş zaman olmalıdır. Ona görə və and bağlayıcısı varsa, and bağlayıcısının tərəfləri arasında mütləq eyni zamanlar olur. Yəni simultaneous action, eyni zamanda baş verən hərəkətlər olur. Ona görə cavabımız olur Y variantı. Bir də burada uzlaşmaya da baxa bilərik. Has started, indiki bitmişlə indiki davam edici uzlaşmaz. İndiki davam edicindən keçmiş uzlaşmaz.
İndiki ilə keçmiş uzlaşmaz. İndiki bitmişlə yenə də keçmiş davam edici. Bu da uzlaşmaz. Onun üçün cavab Y variantı olacaq. Burada baxırıq. Complete the sentence. Deməli, burada nəyə baxmalıyıq? Aha. Biz bilirik ki, burada söz sırası, mübtəda, xəbər və digər üzvlər belə olmalıdır. Deməli, biz burada hansı qaydanı bilməliyik? Bilməliyik ki, ask-dan, wonder-dan, want to know-dan, tell-dən sonra zət bağlayıcısı işlənməz. Ask, wonder, want to know və tell-dən sonra zət bağlayıcısı işlənməz. Ona görə mən 4-ü avtomatik çıxıram. Və bilməliyəm ki, söz sırası mübtəda xəbər olmalıdır. Yəni, birbaşa xəbər gəlməz, mübtəda xəbər olmalıdır. Onun üçün birlərdə çıxıram, cavabımız olur A variantı. If his explanation was reasonable və də his explanation was reasonable. Ona görə cavab olur A variantı. 63-cü sualda bizdən yəlik halında olan ismi istəyir, düzgün. Deməli, birincidə the children's toys are in the living room. Bunu avtomatik çıxıram. Çünki biz demişik kökündən dəyişən isimlərin yəliyi hər iki halda da apostrof s-lə olur. Ona görə bir yanlışdır. İkidə we saw Kate's car outside doğrudur. Deyir, biz Kate'in maşını çöldə gördük. İki doğrudur. She returned to work after a few years absence. Biz bilməliyik ki, a few-dan sonra cəm isim gəlir. Burada isə cəm isim gəlməyib. Years apostrof olmalıydı. Ona görə 3 də yanlışdır. The workers' uniforms are all the same size. Doğrudur. The athletes training session lasts 2 hours. Bu da doğrudur. Cavab olur A variantı. 64-də cümləni biz pasivə çevirməliyik. Yəni, məchul növə çevirməliyik. My brother has prepared a lot of documents for the volunteer organization. Biz bilməliyik ki, məchul növə çevirəndə tamamlıq mübtədanın yerinə keçir. Burada mübtədamız my brother, mənim qardaşım, xəbər has prepared, document bizim tamamlığımızdır, a lot of təyinimizdir. Bizə əsas burada ilə tamamlıq lazımdır. Aha, tamamlığımızı dairəyə alaq. Deməli, bu tamamlıq mübtədanın yerinə keçəcək. Yəni, olacaq a lot of documents. Bir də nəyi bilməliyik? Zamanımız nədir? Zamanımız indiki bitmişdir. İndiki bitmişdə quruluş necədir? Have, has, plus, been, plus participle to. Birinci quruluşa baxıram. Yəni, zamanıma uyğun quruluşa baxıram ki, belə olmalıdır. Daha sonra isə tamamlığım önə keçməlidir. A lot of documents have been prepared. Görək bu başlıqla hansıdır? A variantını çıxıram, zamanı doğru deyil. B variantını çıxıram, zaman doğru deyil. C variantını çıxıram, çünki been yoxdur. D variantını çıxıram, were nədir, been nədir? Y variantı, a lot of documents have been prepared for the volunteers organization by my brother. Bəli, doğru cavab Y variantı olacaq. Choose a correct antonym the underlined word. Aha, çox asan, happy, xoşbəxt, sad da qəmgin. 66-da. Aha. Deməli, lion, which I saw. Deməli, bu necədir? İsmimi verib. Artıq bir növ bu ismi mənə müəyyən eləyir. Yəni, hansı ki, mən gördüyüm. Burada artıq gördüyüm bir şeydirsə, bunu müəyyən eləyirsə, o zaman biz burada mütləq Z işlətməliyik. Birinci tərəfdə Z olmalıdır. Onun üçün A-nı çıxıram, B-ni çıxıram, Y-ni çıxıram. Qalıram C ilə D-nin arasında. Bu da yer zərfi olduğu üçün, hər hansı bir məkanı bildirdiyi üçün, ona görə onun qarşısında Z işlənir. Cavabımız olur C variantı. The lion which I saw at the zoo yesterday was very strangely big. Yəni, deyir, şeir, hansı ki, deyir, dünən zooparkda gördüm. Yəni, hansı şeirdir bu? Dünən zooparkda gördüyü şeirdir. Yəni, təyin eləyib, onu bizə müəyyən eləyib. Ona görə burada cavab olacaq C variantı. 67-də chairs görürük ki, bu cəmdədir.
Cəmdədir deyə mən A-nı çıxıram. Matdan sonra sayılmayan isim gəlir. A little çıxıram, sayılmayan isim gəlir. A-lotu çıxıram, A-lot zərfdir. Qalıram B ilə D-nin arasında. Növbəti tərəfdə guess. Bu da cəmdədir, sayılan cəm isimdir. Ona görə cavabımız olur B variantı. A-lot zərfdir. A-lot zərfdir. 68-də choose the correct pairs of synonyms. Easy and complicated. Bu yanlışdır. Bizdən bir dəqiqə sinonimləri istəyir. Aha, smart ağıllıdır, weak zəifdir. Beautiful old. Rich wealthy, difficult light. Aha, bizdən sinonimlər istəyir. Burada complicated çətindir. Heç bu ana fikir vermədim. Uncomplicated. Yəni asan və mürəkkəb olmayan. Bir doğrudur. Bir doğrudur. 2 yanlışdır. Smart ağıllı, weak zəif. Beautiful old. Bu da doğru deyil. 4 doğrudur. Difficult light. Bu da yanlışdır. Çətin, yüngül, nə əlaqə? Ona görə cavabımız olur 1-4. Read the short text and choose the correct statements. This Friday, our school will host a science fair in the main hall. Deməli, mən bunu oxudum. Burada cavab olacaq B variantı. Çünki səhər saat 10-dan axşam saat 2-yə qədər davam edəcək. Ona görə A variantı səhvdir. Yəni 2 saat çəkməyəcək, davam etməyəcək. C variantında burada parents-dən söhbət getmir. D variantında burada deməli bütün şagirdlər iştirak etməyə, onunla deyil. Ona görə yanlışdır. Y variantı da həmçinin yanlışdır. Ona görə cavabımız olacaq B variantı. 69 B. 70. Mən bunu oxuyum. Burada da cavab A variantı olacaq. 71. Burada da cavab A variantı olacaq.